Paytaxtın müxtəlif ərazilərində qaraçı icmasından olan uşaqlar sürücülərə təhlükə yaradır. Yəqin işıqforda dayanarkən sizə də yaxınlaşanlar olur və bəzən işıqforun o yaşıl işığı yanır və onlar yolun hərəkət hissəsində qalır. Bunun nə dərəcədə təhlükəli olduğunu anlamaq çətin deyil. Qısaca, baxmırlar, təhlükəlidir, qəza baş verə bilər. Atılırlar yola, başlayırlar pul istəməyə. Vəziyyət o həddə çatıb ki, indi hansı sürücünü danışdırsan bununla bağlı şikayətlənəcək. Niyə bu məsələ ilə bağlı bir tədbir görülmür? Əsas sual budur. Baxaq görək, suala cavab verən olubmu, maraqlıdır, nə deyiblər? Bütün gün özlərini atılır maşının altına. Ay Allah, baba. Baba. Görüntülər Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Dilənçiliklə məşğul olan uşaqlar bilərəkdən gah yerə yıxılır, ətrafdakıların mərhəmətini qazanmaq üçün müxtəlif vasitələrə əl atır, sonunda da hətta hərəkətdə olan sürücülərə yaxınlaşaraq pul tələb edirlər. Vəziyyət o həddə çatıb ki, insanlar artıq təngə gəliblər. Çünki azyaşlı dilənçilər nəinki özlərinin, hətta sürücülərin də həyatını təhlükə altına atırlar. Sürücülər onlara pul vermədikdə isə bəzən avtomobildən tutub arxasıca qaçırlar. Vətəndaşlar dilənçilərin əlindən kafe və restoranlarda da oturmağın mümkün olmadığını deyirlər. Üçün kuruğunda mindi, gücdən düşürtmüş. Özün atır avtobusun qabağına. Maşında qarşısına özdən atırlar, az qala. Dəfələrlə mən görmüşəm. Sizin özünüzə yaxınlaşıblar? Olub, hə, yaxınlaşırlar. Deyirlər pul ver də, pul istəyirlər. Təhlükə mütləq yaradırlar. Keçiddə dayanırlar, pul istəyirlər. Ekspertlər deyir ki, dilənçiliklə məşğul olan azyaşlılar əsasən işıqforlarda, yol ayrıcında, sıxlıq olan yerlərdə qrup şəklində gəzirlər. Müxtəlif üsullarla sürücülərdən pul qoparmağa çalışırlar. Pul verməyən sürücülərin avtomobillərini cızırlar, zərər vururlar, söyürlər, təhqir edirlər ki, mütləq onlara pul verməlisən. Öz başına şəkildə göz qapını açırlar. Təbii ki, qəza riski yaradırlar. İndi vay günə ki, hansısa bir sürücü onlara toxunsun. Bəs salam, yığışırlar dərhal ağacların altında, orada, burada, yəni onlara nəzarət edən insanlar var. Dərhal tökülüşürlər və başlayırlar sürücünü, belə deyək də, soymağa. Daxili İşlər Nazirliyindən bildirildi ki, Abşeron rayon ərazisində dilənçilik edən və tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikasına dair polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər görülür. Təkcə ötən həftə ərzində Abşeron rayon ərazisində dilənçilik edən və tüfeyli həyat tərzi sürən 48 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən sağlamlıq vəziyyəti normal olan 4 nəfərə rayon ərazisində müvafiq işlər təklif olunsa da, onlar bundan imtina etməklə həyat tərzlərinin dilənçiliyi olduqlarını bildiriblər. Ağcəl Əskərli, Elvin Muradov, ATV Xəbər.